Salam, xoş gördük, hörmətli həmkarlar, dəyərli qonaqlar. Çox sağ olun ki, vaxtınızı bizə bugün ayırmışsınız. Bugün qarşınızda çox aktual və vacib bir mövzu ətrafında müzakirələrlə çıxış edəcəyik. Seminarımızın mövzusu Cənubi Qafqazın müasir reallığı, beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulma imkanlarının artırılmasıdır. Tədbirimiz UNEC Xarici Ticarətə Dəstək Mərkəzinin təqdimatında keçirilir. Mən mərkəzin rəhbəri, çox hörmətli professorumuz İlşad Kərimliyə təşəkkür etmək istəyirəm. Belə bir təkliflə bizə müraciət etdiyi üçün. UNEC Tədqiqat Mərkəzlərinin işini əlaqələndirməsi və təşkili şöbəsi olaraq da biz də əlimizdən gələni bu seminar üçün çalışdıq edək. Bizim bu günləri deməli 3 çıxışçımız, 3 məruzəçimiz var. Birinci demək UNEC-in Beynəlxalq İqtisadiyyat Kafedrasının müdürü, UNEC-in Xarici Ticarətə Dəstək Mərkəzinin rəhbəri professor İlşad Kərimli çıxış edəcək. İlşad müəllim mövzusu Qarabağ regionunda iqtisadi rayonlaşma və Zəngəzur dəhlizinin beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulmaq imkanları mövzusundadır. İkinci məruzəçimiz Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı sabiq səfiri cənab Məsad İbrahim Al-Sulayim. Cənab Məsad İbrahim bizə Səudiyyə Ərəbistanı Krallığı və Azərbaycan Respublikası arasında ticarət və iqtisadi münasibətlərin gələcək inkişafı mövzusunda çıxış edəcək. Üçüncü qonağımız isə demək, Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili cənab Abdallah Al-Şamsidir. Cənab Abdallah Cənubi Qafqaz regionunun iqtisadi inkişafının müasir problemləri mövzusunda çıxış edəcək. Bir də qeyd etmək istəyirdim ki, bizim xarici qonağımız ingilis dilində çıxış edəcək. Amma ekranda çıxışçılarımızın məruzələri deməli Azərbaycan dilində sizə nümayiş olunacaq, təqdim olunacaq. Belə mən auditoriyadan da xahiş edərdim, yəni mikrofonlar kim danışmayacaqsa söndürülsün və sonda müzakirələrə və suallara yer verəcək. İndi isə həm açılış etmək üçün, həm də ilk məruzəçimiz, çox hörmətli professorumuz İlşad müəllim Kərimliyə söz vermək istəyirəm. Buyurun İlşad müəllim. Çox sağ olun Rəna xanım. Tamam, təqdimatınızı eləyərsiniz. Çox sağ olun Rəna xanım. Siz giriş məlumatlarını verdiniz. Mən sadəcə sizin fikrinizi bir qədər də davam etdirmək istəyirəm. Bugün həqiqətən Rəna müəllimənin dediyi kimi həm çox aktual problemə həsr olunub Azərbaycan üçün, Cənubi Qafqaz üçün. Eyni zamanda bu məruzəni edən mütəxəssislər ki, xarici mütəxəssislər də onlar uzun illərdir bu problemlərlə bağlı elmi tədqiqat işləri aparıblar. Onların elmi tədqiqat işlərindən bizim bilavasitə uzun müddət Azərbaycanda Səudiyyə Ərəbistanının müvəqqəti işlər üzrə vəkili işlənmiş, hətta səfir səlahiyyətlə aparmış İbrahim Əl-Şamsidir ki, o uzun müddət Bakıda işləməklə bərabər Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında ticarət iqtisadi əlaqələrin ən incə məqamlarına toxunub, onun tədqiqatını aparıb. Hətta gələcəkdə bu əlaqələrin perspektivlərini necə görmək lazım olduğunu da o öz. Bir fərqli haldır ki, bu son vaxtlarda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Səudiyyə Ərəbistanı rəhbərliyi ilə görüşüb, onlarla müəyyən bir fikir mübadiləsi aparıb və s. Bu nöqteyi-nəzərdən Cənubi Qafqazda Səudiyyə Ərəbistanı ilə əlaqələrin ən incə məqamlarına toxunub və o məqamları bizim hörmətli İbrahim öz tədqiqatını aparıb və bu tədqiqat nəticəsində öz fikrini bildirəcək. İkinci isə bilavasitə Cənubi Qafqazla bağlı elmi tədqiqat iş aparan bizim Al-Şamsidir. Birləşmiş Ərəb Əmirliyinin Azərbaycan Respublikasında müvəqqəti işlər vəkili. Çox gözəl mütəxəssisdir. Bu sahə üzrə uzun illəri tədqiqat aparıb. Biz onların tədqiqatının ən ümdə nəticələrini bilavasitə Cənubi Qafqazla bağlı, Azərbaycanla bağlı, Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı bəzi məqamları dinləyəcək. Bu nöqteyi-nəzərdən doğrudan da prosedura ilə qurulub ki, ilk söz mənə verilir və bu nöqteyi-nəzərdən mən də istərdim ki, 10-15 dəqiqə ərzində bu məsələ ilə bağlı, yəni Qarabağ regionunun
o füsunkar təbiəti, o Qarabağ regionunun bilavasitə beynəlxalq logistika mərkəzlərinə qoşulmaq üçün, beynəlxalq nəqliyyat əlaqələrinə girmək üçün bu Zəngəzur dəhlizinin rolu, əhəmiyyəti nədən ibarət olacaq? Bax, bu rolu ilk iqtisadi bazisi necədən başlamaq lazımdır? Ki, biz istərdim ki, bu barədə öz fikirlərimi bütün elmi tədqiqat mərkəzinin əməkdaşları ilə bölüşdürürəm. İndi istər-istənməz mən bir, demək olar ki, 15 slayddan ibarət bir məruzanın slaydını göstərmişəm. Ona görə də istəyirəm onu təqdim edəyəm sizə. Yəni buna ehtiyac olsa da, olmasa da yenə görünsə yaxşı olur. Bu nöqtə nəzərdən mən istərdim ki, bir az da olsa bu məsələlərə biz öz diqqətimizi yetirərdik. Buna görə də mövzunu artıq Rəna xanım az və çox dərəcədə öz fikrini bildirdi. İndi istərdim ki, bu mövzu ətrafında bilavasitə irəli gələn məsələləri az və çox dərəcədə sizin diqqətinizə verirəm. İlk növbədə onu deyim ki, Cənubi Qafqazda Azərbaycanın mövqeyi nə qədər güclüdürsə, bilavasitə məhz Azərbaycanın daxilində Qarabağ bölgəsinin də mövqeyi, yəni beynəlxalq əhəmiyyəti, beynəlxalq nəqliyyat dəhlizlərinə çıxmaq əhəmiyyəti bir qədər çox. Ona görə də Azərbaycan rəhbərliyi son illərdə Qarabağ regionunun iqtisadi əsaslarını necə möhkəmləndirmək lazımdır ki, bu region bilavasitə beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulmaq üçün imkanlar atmış olsun. Bunun üçün iqtisadi rayonlaşma deyilən belə bir prinsiplərə əl atıldı. Azərbaycan hökuməti bəli bütün ölkə ərazisində olduğu kimi Qarabağ regionunda da bu iqtisadi rayonlaşmanın elmi prinsiplərinə söykənərək bilavasitə iki böyük iqtisadi rayonun formalaşmasının demək olar ki, təməl daşını qoydu. Bunlardan biri Şərqi Zəngəzur iqtisadi rayonudur, ikincisi də Qarabağ iqtisadi rayonudur. Yəni bu iqtisadi rayonlaşma olmasın. O bütün o bölgənin iqtisadi bazasını formalaşdırmaq mümkün olmasa, bu Zəngəzur dəhlizinin bilavasitə iqtisadi əsaslarını da möhkəmləndirib beynəlxalq nəqliyyat dəhlizlərinə qovuşması da çətin olardı. Siz fikrin görün, Azərbaycan hökuməti nə qədər məntiqi ardıcıllıqla o məsələlərə diqqət yetirdi ki, biz də oradan da gələcəkdə bunun daha aydın nümunəsi görə biləcəyik. Bu nəzərdə bu slaydda fikir verirsiniz, biz Zəngəzur dəhlizi vasitəsilə beynəlxalq nəqliyyat kommunikasiya əlaqələrini bilirik də biz dünyada iki böyük nəqliyyat dəhlizi artıq mövcuddur. Biri şimal-cənubdur, biri də şərq-qərb nəqliyyat dəhlizidir. Bu dəhlizin üç böyük marşrutu var. Bu marşrutların hər üçü də az və çox dərəcədə Cənubi Qafqazla bağlıdır. Özü də bəlkə də daha çox Azərbaycan ərazisi ilə bağlıdır. Bax, bu nöqtə nəzərdən biz istərdik ki, bu Cənubi Qafqaz regionunda Qarabağ regionu ilə bağlı Zəngəzur dəhlizinin o beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulmaq üçün lazım olan o perspektiv imkanlarının bazası nədən ibarətdir? Bax, bu bazanı mən bu slaydda göstərdim ki, bizdə az və ya çox dərəcədə müəyyən təsəvvür yaranmış olsun. İkinci böyük məsələ, biz bu şimal-cənub nəqliyyat dəhlizi vasitəsilə Zəngəzur dəhlizinin bura qovuşmasında biz istər-istəməz iki böyük istiqamət əsas götürürük. Biri bilavasitə Türkiyə vasitəsilə qərbə çıxmaq, ikincisi isə İran vasitəsilə şərqə çıxmaq. Yəni Türkiyə və İran vasitəsilə Zəngəzur dəhlizindən beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulmaq, görün Qarabağ regionu nə dərəcədə əhəmiyyətli, nə dərəcədə beynəlxalq mütəxəssislərin rəyinə görə bunun böyük əhəmiyyət kəsb edəcəyi, bax bu bizim göstərdiyimiz istiqamətlərdən aydın olur. Buna görə də təsadüf deyil ki, bu birdən-birə yaranmayıb. Siz fikrin 2016-cı ildə Azərbaycan hökuməti ilə İran hökuməti arasında məhz bilavasitə həm dəmir yolu, həm də avtomobil yolları vasitəsilə Azərbaycandan İrana, İrandan bütün şərqə, körfəz ölkələrinə keçərək şərqə doğru istiqamətlənməsinin o istiqamətini vaxtında müqavilələr bağlanır. Bu müqavilələrin bəlkə də hüquqi əsası indi üzə çıxacaq ki, biz bu hüquqi əsasla bilavasitə Zəngəzur dəhlizinin o beynəlxalq nəqliyyat dəhlizlərinə qovuşmaq üçün az və çox dərəcədə əhəmiyyətli yolunu göstərəcəyik. Bax, bu istiqamət bilavasitə Zəngəzur dəhlizinə qoşulmaq üçün, bu dəhlizdən beynəlxalq nəqliyyat əlaqələrinə qovuşmaq üçün həm Türkiyə vasitəsilə qərbə, həm də İran vasitəsilə körfəz ölkələrindən şərqə doğru istiqamətlənməsi həqiqətən belə çox əhəmiyyətli, dünya əhəmiyyətli məsələlər öz əksini tapır ki, bu məsələlərin həlli hazırda Azərbaycan hökumətinin, Azərbaycan dövlətinin diqqətlə
mərkəzindədir. Təsadüfi deyil ki, hazırda bir çox Cənubi Qafqaz ölkələrin siyasətçiləri 3+3 formatını əsas götürürlər. Ki bu formatda yalnız Azərbaycan, Türkiyə, Rusiya, İran deyil, eyni zamanda Gürcüstan və İran da iştirak etməsin. Bax, bu nöqtə nəzərdən 3+3 formatında məhz Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Ermənistan və İran. Bax, bu 3+1 formatı biz iqtisadçılar tərəfindən müsbət qarşılana bilir ki, doğrudan da bu region ölkələrinin hamısı məhz bu beynəlxalq nəqliyyat dəhlizinə, Zəngəzur dəhlizinə qoşularaq qərbə və şərqə doğru istiqamətlənməsində həqiqətən az və çox dərəcədə önəmli rolunu göstərmiş olsun. Bax, belə bir istiqamət hazırda iş mərhələsindədir, az və çox dərəcədə güclü investisiya vəsaitləri tələb edir. İndi adətən bilirik ki, biz Cənubi Qafqaz ümumiyyətlə elə füsunkar təbiəti, iqtisadi potensialı var ki, xarici investisiyalarsız mümkün deyil. Amma elm göstərir ki, real təcrübə göstərir ki, hər bir ölkə xarici investisiyalara nə qədər meyilli olursa, bir o qədər də özünün daxili investisiyalarını ona cəlb etməlidir. Ona görə xarici və daxili investisiyaların birgə tətbiqi məsələsi Azərbaycan dövlətinin bütün istiqamətlərində öz əksini tapır. Lakin bu istiqamətlərdə bir incəliyi biz gərək unutmayaq. İncəlik nədən ibarət? Bilirsiniz də beynəlxalq təşkilatlar bu istiqamətdə, yəni beynəlxalq nəqliyyat dəhlizlərinin işləməsi prosesində yatırılan investisiyaların qoyuluşunda bir avazdan maraqlıdır. Bu beynəlxalq təşkilatların içərisində Eurostat çox ciddi rol oynayır. Bu təşkilat bilirsiniz də beynəlxalq ticarət və investisiyalar təşkilatıdır. Bu BMT-nin konferansıdır. Çox güclü təşkilatdır. Bu təşkilatın elə bir incə normativ sənədləri var ki, o normativ sənədlərə biz fikir vermədən nə Dünya Bankı və digər aparıcı banklar, Avropa İqtisadi İnkişaf Bankı və bilavasitə göstərdiyimiz istiqamətə investisiya yatırılmasında o göstərdiyimiz UNCTAD-ın təşəbbüsünə, onun əsasnaməsinə, onun normalarına əməl olunması tələb olunur. Əgər ona əməl olunmasa, doğrudan da beynəlxalq investorlar istənilən bölgəyə investisiya yatırılmasında az və ya çox dərəcə tələb edilir. Ona görə də mən istərdim ki, Azərbaycan hökuməti bu UNCTAD-ın tələblərinə uyğun, onların qoyduğu normalara uyğun xarici investisiyaları Azərbaycanın göstərdiyimiz o beynəlxalq nəqliyyat dəhlizlərindən nə qədər çox tətbiq eləməyə cəsarət göstərsələr, bir o qədər investisiyalar buraya axını sürətlənəcək, bir o qədər də investorlar investisiya yatırmaqda öz məsuliyyət hisslərini nümayiş etdirəcəklər. Çünki bunlar beynəlxalq təşkilatın normativ sənədlərinə uyğunlaşdırılmış halda tətbiq olunur. Bu nöqtə nəzərdən mən istərdim ki, bu UNCTAD-ın tələbləri az və ya çox dərəcədə nəzərə alınsın. İkinci bir tələb ondan ibarət ki, həqiqətən bilirsiniz ki, bizdə 2030-cu ilə qədər yol xəritəsi tətbiq olunur. Mənim fikrim ondan ibarətdir ki, Qarabağ regionunun bərpası ilə əlaqədar bu regionun beynəlxalq nəqliyyat dəhlizlərinə qovuşmasında heç də 2016-cı ildə qəbul olunan strateji yol xəritəsində olan müddaları unutmaq lazım deyil. Çünki o müddalar 30-cu ilə hədəflənib və o müddalarda göstərilən bəzi istiqamətləri unutmaq lazım deyil. O istiqamətləri uyğunlaşdırmaq lazım ki, o da unudulmasın və yeni yaradılanlarla bilavasitə bir-birinə məhək daşı kimi bərkiyib o qala üstə qala yapmasın. Bu nöqtə nəzərdən mən də istərdim ki, strateji yol xəritəsində irəli sürülən müddaları istər-istəmək qabartmaq lazımdır və yeni müddalarla zənginləşdirib, əlaqələndirib işləri daha uyğun aparmaq lazım olar ki, bax bu yola biz fikir versik. İstər-istəməz bu göstərdiyimiz Zəngəzur dəhlizi ilə həm qərbə, həm şərqə göstərdiyimiz marşrutlarla Azərbaycan ərazisindən keçərək beynəlxalq əhəmiyyətli nəqliyyat və sərnişin yük daşımalarının maneəsiz, təhlükəsiz hərəkətinə bilavasitə möhkəm əsas yaranmış olar. Digər bir məsələ, mən burada müəyyən bir istiqamətdə götürmüşəm ki, biz xarici investorları Azərbaycan iqtisadiyyatına cəlb etmək üçün İstər Səudiyyə Ərəbistanı, istərsə Ərəb Əmirliyinin investorlarını Azərbaycan iqtisadiyyatına cəlb etmək üçün ilk növbədə bu investorların tələb olunması qarşısında qoyulan şərtləri, yəni həm investisiya tətbiq edən investor baza ölkənin, həm də investisiya qəbul edən ölkənin baza prinsiplərini uyğunlaşdırmalıdır. Birinci növbədə uyğunlaşdırma nədir? Biz nəyin bahasına olursa olsun Azərbaycana cəlb edilən investisiyaları təyinatı üzrə istiqamətləndirmək lazımdır.
Yəni əvvəlcə onlar hansı təyinata görə gəlirlərsə, o təyinat üzrə də investisiya yatırılmasına ciddi fikir verilməlidir. İkinci böyük məqam ondan ibarət ki, xarici investorları elə yalnız necə gəldi yox, o investorların tarixən əvvəllərdə hansı ölkəyə investisiya yatırırlar və yatırdıkları investisiyalar nə dərəcədə fayda verir investisiya yatırılan ölkəyə və yaxud da o investorların həqiqətən nizamnamə fondları, onların kapitalları, onların doğrudan da hər ildə əldə etdiyi mənfəətlər, faydalar nədən ibarətdir? Bax, bu investorları belə yoxlayıb Azərbaycana dəvət olunması sözsüz ki, onların da məsuliyyətini artırır. Və eyni zamanda onların tətbiq etdiyi investisiyalardan nə dərəcədə Azərbaycan dövləti, Azərbaycan xalqı fayda götürəcək? Bax, bu ciddi formada təyin olunmalı. İkinci bir məsələ Dünya Bankıdır. Dünya Bankının xüsusi normativ sənədləri var. Bu bankın hesabatlarında Doing Business hesabatı var. Bilavasitə hətta hər il bizdə forum keçirilir, Davos forumu keçirilir. O forumda Dünya Bankının o hesabatın bütün maddələri var. O maddələr elə incəliklər tələb olunur ki, xarici investorları Azərbaycana cəlb edəndə məhz o Doing Business hesabatının müddalarını əsas götürüb o investorların qarşısına qoymaq lazımdır ki, doğrudan da yatırdıkları investisiyalardan Azərbaycanın o biznes mühitinin canlanması üçün nə qədər faydalı verəcək ki, biz o Davos forumunda Azərbaycanın mövqeyinin, onun topladığı balın daha da yüksək. Bax, bu nöqtəyə nəzərdən mən bu sxematik təsviri verməkdən məqsədim odur ki, xarici investorları Azərbaycana dəvət etdikdə, Azərbaycanın ən vacib bölgələrində onların fəaliyyətini cəmlənmək üçün, bax, belə bir sxematik təsvirdə göstərilən müddalara bizim Azərbaycan hökuməti əməl etməlidir ki, biz doğrudan da o investorların qoyduqları investisiyalardan birbaşa fayda götürmə imkanımız olsun. Bax, bu bizə həqiqətən Qarabağ regionunun, o cümlədən də bu regionun beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulmaq üçün lazım olan füsunkarlığı öz əlində saxlamağa imkan yaradacaq. Bax, bu nöqtədən mən istəyirdim ki, xarici investorları yalnız yol çəkilişi, digər infrastruktur layihələri deyil, eyni zamanda indidən həmin ərazidə biz necə qeyri-neft sektoru sahələrinin, xüsusən emal sənaye müəssisələrinin, bunun içərisində məhz yüngül və qida sənaye məhsullarının, müəssisələrinin yerləşdirilməsinin elmi prinsiplərini indi hazırlamalıdır. Bu elmi prinsiplər həm beynəlxalq əmək bölgüsünün, həm də ərazi əmək bölgüsünün prinsiplərinə uyğunlaşdırılmalıdır. Əks halda yerləşdirilən yüngül və yeyinti sənaye müəssisələri bilavasitə həm xammal mənbələrini, həm satış bazarlarına, həm tədarük məntəqələrinə və s. yaxın uzaqlıq məsələsi balanslaşa bilməyəcək. Bax, belə bir balanslaşma siyasətini mən istəyirəm ki, Azərbaycanda həm yatırılan investisiyaların, həm infrastruktur sahələri, həm yol çəkilişinə, nəqliyyat, kommunikasiya, eyni zamanda da məhz emal sənayinin, yüngül və qida sənaye müəssisələrinə bilavasitə o vəsaitlərin yatırılmasında bilavasitə balans gözləmək lazımdır. Yəni birini qutaraq sonra ikincisinə başlayaq, onu qutaraq sonra üçüncüsünə başlayaq. Bax, bu presi dünya təcrübəsində özünü doğurur. Bəs indidən biz nə qədər nəqliyyat şəbəkəsini, eyni zamanda aeroport tikintisini, yol çəkilişini nə qədər sürətləndirirsə, bir o qədər də biz göstərdiyimiz qeyri-neft sektor sahələrinin o bölgənin bilavasitə təsərrüfat fəaliyyətinin spesifikliyinə uyğun balanslaşdırma, uyğunlaşdırma siyasəti bizə çox vacibdir. Bax, bu nöqteyi nəzərdən son vaxtlarda Ərəb dövlətləri, həqiqətən Ərəb dövlətləri, sonra Türk dövlətlərinin Ticarət və Sənaye Palatasının nümayəndələri dəfələrlə Azərbaycanda olub və bu palataların, xüsusən də Türkiyə Ticarət və Sənaye Palatasının rəhbərliyi elə bir Türk dilli dövlətlərin, eyni zamanda bütün Ərəb ölkələrinin, İslam Ərəb dövlətlərinin, Azərbaycan iqtisadiyyatının gələcək mənzərəsində öz investisiyalarını yatırmaq üçün, xüsusən Səudiyyə Ərəbistanın investorlarının bizim Azərbaycanda istilik elektrik stansiyalarının, Ərəb Əmirliyinin məhz külək elektrik stansiyalarının Azərbaycan ərazisində investisiya yatırılmasına dair dövlət səviyyəsində sənədlər imzalanır. Bax, biz də istəyirik ki, doğrudan da bu investorlar bu göstərdiyimiz tələblərə uyğun Azərbaycan iqtisadiyyatının ən aparıcı prioritet sahələrinə tətbiq olunsun və bu yolda doğrudan da Türkiyənin İslam Ərəb dövlətlərinin fəaliyyəti diqqəti cəlb edir və bu arada bu istiqamətdə bizim slaytda göstərilən məsələlər öz əksini tapa bilir. Bax, bu məsələlərin hamısı ona görədir ki, biz bununla da bərabər
Azərbaycanın dağıdılmış Qarabağ regionunda bu ərazinin bərpa olunması proses getməlidir. O proses gedə bilmir. Ona görə ki, ərazi minalardan tam təmizlənmir. Amma mən əminəm ki, yaxın vaxtlarda o minalardan təmizlənməklə tədricən ora bizim zəfər qələbəmizin əbədiləşdirilməsi məsələsi daha da güclənəcək və tədricən öz dədə-baba torpaqlarından qaçıb düşmüş əhalinin oraya geri qayıtması, məskunlaşması məsələsi hazırda Azərbaycan hökumətinin gündəmindədir və bu barədə biz çox diqqətə layiq məsələləri öz diqqətinə salırıq. İndi bilirik ki, bunu çox gözəl bilirlər. Yenə dedim, Türk Dilli Dövlətlərin Ticarət Sənaye Palatası, İslam Ələt Dövlətlərinin Əməkdaşlıq Təşkilatı, Azərbaycanın bilavasitə Qarabağ regionunun təbii sərvətləri, bilirsiniz də orada təbii sərvətlərin içərisində faydalı qazıntılar olduqca güclüdür. Yəni adın çəkdiyimiz Laçın, Zəngilan, Kəlbəcərdə qızıl yataqları. Orada bilavasitə elə filiz yataqları var ki, o yataqların bilavasitə ehtiyatı, həm sənaye ehtiyatı, həm də geoloji ehtiyatı güclüdür. Bax, bu ehtiyatları üzə çıxarılıb emala çevirmək üçün Azərbaycan Azərkolt qapalı səhmdar cəmiyyəti var. Bilavasitə qızıl hasilatı və emalı ilə məşğul. Eyni zamanda Azərbaycanın sənaye korporasiyası var. Bax, bu korporasiyaların fəaliyyət dairəsi, səlahiyyətləri o qədər güclüdür ki, bunların investisiya fondları o qədər güclüdür ki, gələcəkdə göstərdiyimiz İslam Ərəb dövlətləri ilə, eyni zamanda Türk Dilli dövlətlərin aparıcı mütəxəssisləri ilə, investorlarla birləşib, o göstərdiyimiz süngər Qarabağın faydalı qazıntılarını üzə çıxarılıb, onu emal sənayeyə yönəltmə istiqaməti doğrudan da çox ciddi bir məsələ kimi, eyni zamanda göstərdiyimiz beynəlxalq nəqliyyat dəhlizlərinə bax, bu əməliyyatların böyük töhfə verəcəyi danılmaz bir həqiqət. Bax, bu istiqamətdə doğrudan da bizim Laçın bölgəsi, eyni zamanda Zəngilan rayonu, bax, bu rayonların təbii füsunkarlığı, yəni söhbət yalnız faydalı qazlardan getmir, eyni zamanda təbii iqlim potensialı o qədər güclüdür ki, bu yalnız turizm cəlbediciliyi deyil, eyni zamanda o kənd təsərrüfatı sahələrindən daha qabarıq inkişaf etdirilib, kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün böyük istiqamət verəcək. Buna görə də mənim Azərbaycan hökumətinə az və çox dərəcə təkliflərim onu var ki, biz nəyin bahasına olursa olsun, biz kiçik və orta sahibkarlıq fəaliyyətini həmin ərazidə yerləşdirmək üçün nəyin bahasına olursa olsun, biz kəndli və fermer təsərrüfatlarının, yəni ayrılacaq torpaq sahələrinin yardımcı təsərrüfatların, eyni zamanda həyətyanı təsərrüfatların, bələdiyyə təsərrüfatlarının necə yaradılması prosesində balanslaşmanı göstərməliyik. Yəni, həyətyanı sahə ilə yardımcı təsərrüfatı, eyni zamanda bələdiyyə torpaqlarını biz balanslı aparmalıyıq. Ki, elə aparmalıyıq ki, doğrudan da oraya məskunlaşmaq üçün gəlib kənd təsərrüfatı ilə məşğul olan kəndli və fermer təsərrüfatçıları, o kiçik və orada sahibkarlar o torpaq bölgüsündə həyata keçirilən o prinsiplərin reallığına əmin olub, bilavasitə oraya gəlib investisiya, yəni özlərinin kapitallarını investisiya tətbiq eləməkdə daha çox maraqlı göstərir. Bu yolla biz istər-istəməz göstərdiyimiz sxematik təsvirdə həm dövlət investisiyaları, həm də özəl investisiyaları. Mən az diagram göstərir ki, məhz bir sıra ölkələr sırasında, bax, bunların içərisində Türkmənistan da var, İran da var, Avropa ölkələri də var, Gürcistan da var, hətta Səudiyyə Ərəbistanı, Əmirlik də var. Verin, Azərbaycanla Türkmənistanın məhz iqtisadiyyata tətbiq elədiyi investisiyaların tərkibində fikir verin. Dövlət investisiyaları daha çox. Özəl investisiyaların payı isə azdır. Amma digər ölkələrdə isə əksinədir. Amma biz çalışmalıyıq ki, ona görə də cənab İlham Əliyev son vaxtlarda özəl investisiyaların fəaliyyətinə, özəl investisiya sahəsində investisiya təşviqi məsələsinə elə güclü önəm verir ki, biz özəl investorları bilavasitə Azərbaycan iqtisadiyyatına tətbiqində daha əhəmiyyətli bir yer tutmasını, bax, bunun da əsas səbəblərindən biri də ikinci bizim bir var ki, bu investisiyaların tərkibində investisiyaların təyinatına görə tətbiqində birbaşa yoxsa portfel investisiyalar fikirlərir. Məsələn, mən bu diaqramda göstərirəm ki, Azərbaycana birbaşa tətbiq olunan investisiyaların xüsusi çəkisi digər ölkələrlə müqayisədə aşağıdır. Biz nəyin bahasına olursa olsun birbaşa investisiya yatırımlarına üstünlük verməliyik ki,
Doğrudan da müəyyən dünya miqyasında Azərbaycan iqtisadiyyatının canlanması üçün az və çox dərəcədə müəyyən onun son bəhrələrini görür. Nəticədə mən o dediyim məsələləri təklif formasında, 5 təklif formasında göstərmişəm və istəmişəm ki, bax bu təkliflər az və çox dərəcədə hökumətə təqdim olunsun və hökumət lazım bilər, deyirlər ki, qəbul eləyər və yaxud onun hansı cəhətlərini qəbul eləməz. Bu bizim yalnız təkliflərimizdir. Buna görə mən sizə diqqətinizə görə təşəkkür edirəm. Arzu edirəm ki, bizim bugünkü seminarın növbəti çıxışları da bizim ürəyimizdən olsun. Biz onlara öz minnətdarımızı bilək. Diqqətinizə görə sağ olun. Çox sağ olun İlşad müəllim. Biz də sizə dolğun, ətraflı çıxışınız üçün təşəkkür edirik. İndi isə sözü ikinci məruzəçimiz Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı sabiq səfiri cənab Məsad İbrahim Al-Sulayimə vermək istəyirəm. Cənab Al-Sulayim bizə Səudiyyə Ərəbistanı Krallığı və Azərbaycan Respublikası arasındakı ticarət və iqtisadi münasibətlərin gələcək inkişafı mövzusunda məruzə ilə çıxış edəcək. Siz deyəcəydin ki, təqdimatınızı bağlayın. Lazım İngilizce mən deyim onu. Bəli. So now we would love to give the floor to Mr. Mesad Ibrahim Al-Sulayim, who was the ex-ambassador of Saudi Arabia in Azerbaijan. So he will talk about the perspectives between economic relations between Saudi Arabia and Azerbaijan. Please. Okay, thank you very much. And I'm very happy to be with you today to speak about relations between Saudi Arabia and Azerbaijan. Actually, first of all, I'm the third ambassador of Saudi Arabia in Azerbaijan. I served there as ambassador between 2013 to 2018. I spent 5 years in Baku, in the beautiful city, a beautiful country, it's nice people. And really, I enjoyed that to work with our brothers in Republic of Azerbaijan. And of course, the relationship between Saudi Arabia and Azerbaijan is very strong, especially politically, actually. And that's why I'm speaking about this. And I would like, first of all, to congratulate all of Azerbaijanis and the government of Azerbaijan on the return of Karabakh from and the result. This is the result of factory of Azerbaijan in the 40 days war over the land occupied by Armenia for 30 years. Alhamdulillah, this is Saudi Arabia was always support Azerbaijan regarding this issue, and this is always we, and even the Mr. President always he appreciates the Saudi support on Karabakh issues. So Alhamdulillah, now everything it's returned, and congratulations again. And I will back actually to my dissertation, brief summary about my dissertation, or about the relationship between the Republic of Azerbaijan and Saudi Arabia. I mentioned that for 5 years I've been in Azerbaijan, and as I said, that politically it was very strong relations between the two countries. But I realized that the economic relations between the two countries is very low, actually. So that's why that's led me to think to study or to write about the economic relations between the two countries. All the two countries has the potentials, actually, and very similar with the economics. Today, you know, that's the international economy now, it's suffering from the pandemic and COVID-19. It's suffered by this pandemic, and all the countries
suffered actually from this. And now the countries now they are looking for bilateral agreement between them as a free trade agreements between the countries. It's, instead of making the trade under the international organization, because now it's something, you know, it's not trust or something like that. That's what happened with the British when they the pre-exit from EU. So now the British now they're trying to, the United Kingdom trying to make the bilateral agreements with the other countries instead of multilateral agreements. So now it's very important now for the bilateral agreements or bilateral relations, especially in trade and in investment. So I would like to now to speak about the economic relations between the Azerbaijan and the framework of the dissertation of the prospective improvement of trade and economic relations between the Kingdom of Saudi Arabia and Republic of Azerbaijan. One of the most important examples of in the study of bilateral trade and economic relations between Azerbaijan and Saudi Arabia is the analysis of the current state of relations between the Kingdom of Saudi Arabia and the Republic of Azerbaijan, and the identification of ways to improve them. The issues of cooperation between Saudi Arabia and the Republic of Azerbaijan in recent years are consistently finding a positive solution. There are a number of factors that connect the Kingdom of Saudi Arabia and the Republic of Azerbaijan economically. That's what I said, that there is an potential opportunities between the two countries, politically and sovereignly, due to the fact that both countries are located on the same continent. And both countries as well, they have a specific or a good location in the region, actually. For example, in Saudi Arabia, it's located between the three continents, and that's why 5 years ago we announced the Saudi Vision 2030. So we are stress on the location, because we are it's in the middle of the world, you know, that's between the three continents. And of course Azerbaijan as well, it's have a good location in the Caucasus. It's in the middle of Caucasus, so and that's why it's the location is very important for the two countries. And other similar reason, it seems promising to expand economic and trade relation between the two countries. All the two countries, they have the they have the will to expand the economic and the trade relations. And this is what will inshallah will be. That's what we are trying to get some results from the study. After Azerbaijan gained independence, bilateral relation with Saudi Arabia, so becoming more and more strong, begin to expand it. So it should be noted that the Kingdom of Saudi Arabia is cooperating more closely with Azerbaijan among the countries of the South Caucasus in terms of perspective of expanding trade, economic and political relations. That's what I said, that we have to expand the relations, the economic relations, the investment relations, the
cultural relations, and a lot of fields we have we can do and expand it and improve it. If we look at trading between the two countries, in 1992, for example, it's covering imports and exports. The value is very low. Products imported from Saudi Arabia to Azerbaijan and the volume of products export from Azerbaijan to Saudi Arabia differing significantly. Azerbaijan has increased its imports, of course, because it's just independent from the Soviet Union, and it's begun to look for another for new markets. And through Azerbaijan, large imports are understandable because Azerbaijan independence was brief and the country is smaller than Saudi Arabia. Between 1994 and 1998, there was essentially little trade between the two countries. Imports began to rise after 1998. Between 1998, this is because from 1994 and 1998, it's began to increase because we opened our embassy in Azerbaijan in 1994, and as well in Azerbaijan, and this I think helped some, the companies or to increase some products to export some products from Azerbaijan to Saudi Arabia. Imports began to rise after 1998, actually, to be rise. There was an important shock in 1990. In 2013. In 2013, imports تقريبا of 392,000 US dollars increased to 30 million. It's very good increase for the imports from Azerbaijan to Saudi Arabia, up from 300 in 19. Imports have been expressed in millions, actually, of dollars since that year. Export volume are measured in thousands of dollars. This estimate are in fact quite low, actually. Export exceeded 1 million in 2009, 2011, and 2017. As can be seen, Azerbaijan has a negative trade balance with Saudi Arabia. That's because I think in 2017, because the export from Azerbaijan to Saudi Arabia stopped because the war in Syria and in Iraq as well, because before that was the land road from Azerbaijan through Turkey, through Syria, through Iraq to Saudi Arabia. But when the Syrian war and the Iraqi war started, all this land road stopped. This is why the export from Azerbaijan to Saudi Arabia is very low in this term. As can be seen, Azerbaijan has a negative trade balance with Saudi Arabia, of course, because of what I explained about it, with export only surprising imports in 19. It should be mentioned that the distance between the countries is not great, and trade relations are extremely low when analysis historical and religious value. There is a lot of products, actually, milk and cream, 1,000, 2,000, and cheese, cottage cheese, 1,000, around 484,000 US dollar, polymers and primary from 1,000. This is some products. It's have the from Azerbaijan to export to Saudi Arabia. Where the most common products actually imported from Saudi Arabia in 2018. It's around 1383,000 US dollar because of the cheap cost of Azerbaijan export. They are not included in statistics. As can be seen, the majority of products imported from Saudi Arabia are
tied to oil, because oil and oil products are the mainstays of both countries' economics. But we can for the oil sector and for the energy sector, they can make the relations between the two countries by investing and make a joint ventures between the two countries in the two countries or in the third country actually. So this is what we can benefit from. It would be interesting to analyze that the recently developed tourism sector as well. So the tourism sector, it's very important. Do you hear me? The tourism sector is very important, which is important for the development of economic and trade. It's the tourism sector is one of the major sector now in the biggest economic and the biggest economic in the other countries, even in Europe countries. So this is very important now. It's the tourism industry. It's very important. The investment in tourism is very important. So we can share together between the two countries to make the projects to open the doors for the tourism from the two countries to each other. So the tourism sector, which is important for the development of economic and trade relations between the countries. According to the statistics, actually, when the first year and second year of me in Azerbaijan, it just was maybe not more than 5,000 or 6,000 Saudi visiting Azerbaijan. And alhamdulillah, in 2016 and 2017, when I think in beginning of 2016, the government of Azerbaijan announced that the Saudi people can visit Azerbaijan and they can get the visas from the airport, and this is facilitating for the Saudi to come to Azerbaijan, and the number reached 73,000 persons in 2018. I'm sure that because in 19 and 2020, 21, it's because the pandemic now, it's no movement between all the countries. It's not just between Saudi Arabia and Azerbaijan. Assessing the mutual investment potential as well between the Azerbaijan and Saudi Arabia. It is clear that 14 agreements have been signed between Saudi Arabia and Azerbaijan to improve the investment environment. This is very important, of course, the agreements, especially in the investment, protects of investment, the double taxation agreement. It's very important. This is not just between Saudi Arabia and Azerbaijan, it's between all the countries. So far, Saudi organization have invested $370 million in Azerbaijan. There are 20 Saudi Arabian organizations in Azerbaijan. A number of international agreements have been signed between the two countries to expand investment opportunities. Actually, the one of the most important agreement between the two countries is the civil aviation agreement. This is what's opened the door for the airlines to launch the lines between the two countries. That's why the tourism as well, the tourism number is increased from Saudi Arabia, and the import from Azerbaijan as well. It's increased because now there is a direct line between Saudi Arabia and Azerbaijan. It was stressed that the participation of companies representing Saudi Arabia in the construction process in the Liberatory Karabakh will make an important contribution
to the democratization of our economic relation in the framework of the talks of the Azerbaijani foreign minister during his visit to Saudi Arabia in June, when Mr. Minister of Foreign Affairs, when he visited Saudi Arabia, he asked for some Saudi companies construction to come and after liberating of Karabakh. As well as in the congratulatory letter of the President of Azerbaijan, Mr. Ilham Aliyev, to the King Salman, that on the national holiday of the Kingdom of Saudi Arabia in September 2020, significant that measures are already begin taken in this direction. So as I mentioned before, that Saudi Arabia always supporting Azerbaijan, and as well Azerbaijan supporting Saudi Arabia in international organizations. There is a lot of coordinating between the two countries in international organizations. As you know, that Saudi Arabia is a member of the WTO, and Azerbaijan is observer, I think, until now. So inshallah, we hope it's soon to enjoy as a member in WTO. This will be good for Azerbaijan and for the other countries when they make such agreements on trade and to facilitate the trade and investment as well. Actually, this is now this is the summary briefing about my study. But yesterday, or the day before yesterday, Saudi Arabia announced very huge strategy. The name is National Investment Strategy. So this is very huge one. Until 2013, there is will spend more than $8 trillion on this strategy, and we expect that will have more than $3 trillion in FDA, foreign direct investment, until 2030. So this is very huge strategy, just announced yesterday. So I think that will be help for the increase the economic relations between Saudi Arabia and Republic of Azerbaijan, and we have as well, you know, that the Saudi investment fund it's now investing in a lot of countries, and I hope that the Saudi investment fund to get the opportunities in Azerbaijan, to invest in Azerbaijan, in agricultural products and another projects. So inshallah, my study, I have some results, so I hope inshallah to help inshallah the increase the relation, the economic and trade relations between Saudi Arabia and Azerbaijan. Thank you very much, Professor Irshad, and inshallah, I hope that it's very short briefing, but this is as I know that you need just for a very short one. Thank you, Mr. Ibrahim. Teşekkür edirik Cənab Al-Sulayim, çox maraqlı çıxışınız üçün, dolğunçuluq çıxışınız üçün və Azərbaycanın da Səudiyyə Ərəbistan Krallığının Azərbaycanla dostluğa da çox toxundunuz. Aha, çıxdı Al-Sulayim, buradadır. Gəldim mən. Teşekkür edirik. Səudiyyə Ərəbistan Krallığı ilə Azərbaycan Respublikası arasındakı dostluğa da toxundu və ticarət və iqtisadi əlaqələr haqqında çox geniş məlumat verdi. Teşekkür edirik. Vaxt ayırdınız bu qədər. Çox mənalı. Bəli, bizə vaxtınız. Teşekkür edirik. Mr. Ambassador, thank you very much for your time and for your presentation about the economic relations between Saudi Arabia and Azerbaijan. We appreciate your time.
Bizim 44 günlük vətən müharibəmiz mövzusuna da toxundu. Təqdimatın əvvəlində var idi. Çox sağ olun. Bu cür sevgiyə görə, diqqətə görə biz sizə çox təşəkkür edirik. And you also talked about the 44-day war between Azerbaijan and Armenia. Thank you for your attention and your presentation again. Təşəkkür edirik. İndi isə üçüncü məruzəçimizə söz vermək istəyirəm. Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili cənab Abdallah Al-Şamsi. Cənab Al-Şamsi bizə Cənubi Qafqaz regionunun iqtisadi inkişafının müasir problemləri mövzusunda məruzə ilə çıxış edəcək. Buyurun. So now I would love to introduce Abdallah Al-Şamsi, so the representative of the UAE embassy in Azerbaijan. So he will talk about the modern problems of the economic development in the South Caucasus. Bəruz müəllim, bu nədir? Bu həqiqətən o Cənubi Qafqaz regionunu təhlili, ümumiləşdirilməsi ilə çox gözəl mütəxəssis. So Professor İrşad Kərimli would love to mention that you are one of the important key specialists in the South Caucasus region. Buyurun cənab Abdallah. Assalamu alaikum. In the beginning, I would like to thank Azerbaijan State Economic University for this opportunity to talk about development of South Caucasus region. I will start. Yes. South Caucasus is a region that has remained pivotal in its regional and international integration role through its richness in economic development factors. Besides its strategic location, the region is also rich in natural and energy resources, and it is junction of modern international transport corridors. Due to the geoeconomics and geopolitical importance of the South Caucasus, the region has attracted major powers across the world. The region is an active participant in the East, West, and North-South international projects. These projects pass through Azerbaijan's territory, which is only country involved in both projects. The passage of the North-South corridor through the South Caucasus region makes the route attractive because of the region's transportation infrastructure, which reduce the transportation time. The region depends on the favorable transit opportunities of Azerbaijan to participate in the corridor. Trade and foreign investment also have a special place in South Caucasus role. Other factors such as innovation, change are fundamental in the region's economic development. Internal factors including economic activity, liberalization, economic reforms, infrastructure development, and digital technologies use are also fundamental in increasing the region economy. Though South Caucasus has been on its way towards independent economic development over the last 3 decades, the region requires constant financial resources. For instance, Azerbaijan is known for its richness in the gas fields and oil. Following oil exploitation in Azerbaijan, an international project known as Contract of the Century was signed on 20 September 1990. Another main project is the Southern Gas Corridor project. The project is one of the world famous because of its importance in the European region. The railway project Baku-Tbilisi-Kars connects South Caucasus to many countries of the world and improves transportation across these nations. Other railway projects like Labis-Lazuri and Afghanistan, Turkmenistan, Azerbaijan, Europe also improve South Caucasus connection to the global world and enhance economic cooperation. Generally, the projects in the region strengthen inter-country ties, promote international cooperation, and enhance interdependence. Talking about the opportunities and
prospects of the impact of the UAE on South Caucasus economic development, we should mention that UAE's economic development is among leading in the Arab world. Economic relations between Azerbaijan and UAE would make powerful impacts on the world economy. While UAE is interested in development of food security, South Caucasus practice an extensive agricultural cultivation of the different crops and livestock development. The two can work together to promote food security as well as green energy, which is one of the most important issues of modern world. The two countries are united by trade, economic, and political relations. The economic conditions in South Caucasus present UAE investor with opportunities to invest in different areas: energy industry, free economic zones, joint venture. Azerbaijan national brands, including agricultural products, are gradually increasing in the Gulf countries and especially in the UAE domestic market. UAE and Azerbaijan have continued to sign a trade agreement that promote food export to different countries in the world. Visa regime simplification for UAE citizens to Azerbaijan promotes labor migration. As a result, tourists from UAE to Azerbaijan increase from 2015 to 2019 from 2,400 to 75,000. Currently, a new political and economic situation is taking place in the region. Two new economic regions are created in Azerbaijan according to the decree issued by His Excellency President Ilham Aliyev, Karabakh and East Zingezur. In June, when the UAE Minister of Economy was in Baku in his official visit, we had an opportunity to meet Mr. President. His Highness gave a broad information about new opportunities for cooperation between our countries. Issues such as the UAE experience in logistics and the transportation corridors we discussed. President invited UAE to invest in Karabakh, saying this is an area with the size equal to the size of Lebanon. Mr. President also talked about the plans such as green energy zone, smart city concept. It was underlined that Masdar Abu Dhabi is the present implementing a solar power project in Azerbaijan. The amount of the investment is about $200 million. Moreover, Azerbaijan is successfully participating with National Pavilion in Dubai Expo. Joint Commission will have its next session soon. Also, DP World is involved in Alat Free Economic Zone development. President Ali presently received the CEO of the company. In conclusion, I would like to say that cooperation between the region and the countries was played fundamental role in South Caucasus economic development as a region. Its geographical and growing position is solid foundation for international relations. The region international transport corridor and the Trans-Caspian Road make it road provide favorable condition to enter a new market. South Caucasus international cooperation with Arab world and UAE provide the region with the great opportunities and the prospects for international economic development. And thank you. Thank you, Aslan. Thank you, Abdullah Müəllim. Spasibo başa. İndi bizim necə eləyək? Əgər İrşad müəllim, yəni sualı olan Hə, və Bəhruz müzakirəyə buradadır. qoşulmaq istəyən varsa, buyursun. Sualı olanlar bəli. Ya müzakirəyə qoşulmaq istəyən varsa, buyursun. Bəhruz müəllim, haradasınız? Bəhruz müəllim. Müəllim, bağışlayın, dekanlıqda biraz iş Hə, çıxır. vaxtındadır, Bəhruzdan sağ olsun, bizə dəstək olun. Buyurun. Tamam, hadi. İndi Sulami İbrahim müəllim oradan da o Ərəb Əmirliyi ilə başlayın. Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında
bu ticarət iqtisadi əlaqələr sahəsində, yəni ona görə mütəxəssislik o neçə il Azərbaycanda o səfir olub, bunu əvəz eləyib. Yəni hər iki ölkə arasında o ticarət əlaqələrinin bütün cəhətlərini çox gözəl bilir və özü də təqdimatında onu bir daha göstərdi. Amma perspektivlər də güclüdür. Bir dənə buna bir sual vermək olar. Gələcəkdə, perspektivdə yaxın perspektivdə Səudiyyə Ərəbistanı Azərbaycana investisiya yatırmaqda maraqlıdırmı? So Professor Irshad would love to ask you a question. So he's asking basically if the Saudi Arabia is interested in investing in Azerbaijan in the near future. Yes, thank you very much. Of course, as I mentioned, that's the Saudi Investment Fund that is investing in a lot of countries, and in Azerbaijan is one of the countries planning to invest in. So especially in agricultural field. So that's we hope, inshallah, with the inshallah, in next future, in the near future, inshallah, we'll see a lot of investors from Saudi Arabia, so from the government or from the investor, the business sector as well. So inshallah, I'm sure that will be there is investment as well as from Azerbaijan as well. Will receive the direct investment capital as well from Azerbaijan to Saudi Arabia. That's because, as I told before, that we just announced the very huge strategy, that national investment strategy. Inshallah, we'll see as well the Azeri businessmen, the Azeri government to invest in Saudi Arabia as well. So that's inshallah will come benefits to the two countries, inshallah. Thank you very much. Thank you. Allah xanım, indi yağın ki Bəhruz müəllim bir dəqiqədə qoşulsun, yekunlaşdıraq. Ben buradayım. Tamam. Buradayım. Onda belə müzakirələr əgər yoxdursa, Bəli. Irshad müəllim, siz belə tamamlama eləyə bilərsiniz, Oldu, yekunlaşdırabilirsiniz. çox sağ olun. Aha. Deməli, mənim ilk sözüm İbrahim Əl-Sumayyədir. Çox xahiş edirəm, Bəhruz müəllim denən ki, biz yaxın vaxtlarda bunun bax bu məruzəsini geniş formada alimlər qarşısında çıxış eləməyini gözləyəcəyik inşallah. So, Mr. Al-Shamsi, so Professor Irshad would love to see your presentation in front of scholars in the near future. Inshallah. In a larger format. So he would Inshallah. love to organize your presentation Yeah, in sure. the I am larger ready. format. Yeah, sure. Hazırdır We'll do Irshad that. müəllim. İnşallah. İndi bizim Abdullah Al-Qubasi bu həqiqətən o sahənin mən dediyim kimi özdə fikir verdiniz onun təqdimatına. Orada elə incəliklərə toxunub ki, bilavasitə bu Qafqazla bağlı, beynəlxalq nəqliyyat dəhlizi, Zəngəzurla bağlı elə problemlə toxunur ki, o problem Azərbaycan hökumətini düşündürən problemdir. O da o məsələyə çox ciddi yanaşsın və onu da həqiqətən bir çox istəyərdir ki, UNEK-in alimləri qarşısında onun bu məruzəsini daha geniş formada dinləyək. Irshad müəllim, bunu danışırız İbrahim haqqında da. Yox, Əl-Qubasi. Əlşan. Abdullah, ərəb əmrdir. Irshad müəllim believes that you are one of the professionals in the modern development issue in the South Caucasus. So we'll definitely organize your presentation in a larger format in front of UNEC's scholars in a near future. Sure. I'm ready for that. Anytime. Hazır. Çox sağ olun. Hazır. Bizdə hər iki xarici məruzəçimizin təqdimatları Azərbaycan dilində bizdə var. Kim istəsə bizdən əldə edə bilər, ötürə bilərik yəni çıxışlarını. Təşəkkür edirik. Bir daha yenə də deyirəm, zaman ayırdılar, vaxt ayırdılar, çox maraqlı, dolğun çıxışlar etdilər. Mən Irshad müəllim sizə təşəkkür edirəm. Bu deməli seminarın ideya müəllifi sizsiniz. Biz də sizlə bir yerdə. Bəhruz müəllimə də çox excuse edirəm. Bəhruz müəllim sağ olun, bizə dəstək oldunuz. Bəhruz me. müəllim eyni zamanda özü Xarici Ticarət UNEK-in Mərkəzinin rəhbərliyinə də minnətdarıq.
Təbii, mütləq. Ədalət müəllim ki, belə mərkəz yaradıb. Bəli. Elə biz tədbirimizi paylaşmışdıq. Ədalət müəllim özü də tədbirimizin o posterına, elanına bir like qoyub. Əla, əla. Bəyənib. Bəhruz müəllim nə deyir gör? Bəhruz müəllim qulaq as. Gör, Alqubasi nə deyir? Qulaq asıram, mən sənə demir axı. Alo? Excuse me? Ha, deyirindi. تفضل سعادتك تفضل. Please. أنا ما أسمع أنا هنا. الحين Excuse me, if you can please to translate the lecture of Professor Rashad to English to send it us because it's in Azeri and even the presentation in Azerbaijani. Aha. İşad müəllim, sizin prezentasiyamızı istəyərsiniz ki, tərcümə eləyəsiniz, onlara verəsiniz. Əgər imkan varsa. Yes, inşallah. Inshallah, we'll appreciate this. Thank you very much. Professor Qiymətləndirərlər, Rashad. göndərsiniz. Oldu. Thank you. And thank you very much to give me this opportunity to see you and to speak with you and to be together today. So and to see Mr. Abdullah as well. So a long time. حبيبي not see. سعادتك. I miss you. And inshallah we'll see you inshallah in the near future. بإذن الله. إن شاء الله. Inshallah. Thank you very Thank you much very and much. thanks Thank for you very much. Görüşürüz. Sağ ol. Çok sağ ol. Presentation. Sağ ol. Ha, and sağ thank you olun. for Çok you, sağ olun. Rina. Thank you for Bahroz as well. Thank you. Sağ olun. Thank you everyone. Teşekkürler, sağ olun. Çok sağ ol. Çok sağ ol. Teşekkür, sağ olun.